Salam hörmətli izləyicilər, bu video Yaşayan Fosillər serialı videolarımızın ilkidir. Yaşayan Fosillər serialı videolarımızda sizi burada gördüyünüz milyonlarla il yaşı olan fosillərlə tanış edəcəyik. Bugün bu seriyamızın ilki olan bu videoda dəniz ulduzu fosili ilə tanış olacaq. Gəlin ümumiyyətlə dəniz ulduzu canlısı ilə ətraflı tanış olaq. Dəniz ulduzları dərisi tikanlılar tipindən onurğasız heyvan sinifinə aid bir canlıdır. Təqribən 1600 müasir növ var. Əksəriyyətinin uzunluğu 12 ilə 25 sm arasında dəyişir. Bəzi növləri var ki, 2 sm-dən 1 metr arasında da dəyişə bilir ölçüləri. Dəniz ulduzu sahilə yaxın yerlərdə, dənizin dibində sürünür. 7000 metr dərinlikdə yaşayan növləri də vardır. Bədən forması 5 guşəli ulduza oxşayır. Dəniz ulduzları adətən qırmızı, bənövşəyi və qəhvəyi rənglərdə olurlar. Bədən səthində kiçik iynəciklər olur. Ağız bədənin alt tərəfində yerləşir. Dəniz ulduzları eyni zamanda hidravlik təzyiq mütəxəssisidirlər. Dənizin dibində qolları ilə hərəkət edən dəniz ulduzunun möhkəm yapışması üçün qollarına xüsusi sorucular yerləşdirilmişdir. Beləcə, istədiyi yerə dırmaşa bilir, planktonları tutub yeyə bilirlər. Dəniz ulduzu qollarını hərəkət etdirmək üçün eyni ilə iş dəzgahlarında ağır yüklərin qaldırılması üçün istifadə olunan qolların hərəkətində olduğu kimi hidravlik təzyiq metodundan istifadə edir. Qollarının içində uzunluğa yerləşən boru şəkilli ayaqları da var. Bu ayaqlar maye ilə dolu daxili boru sisteminə bağlıdır. Əzələlər boruları sıxdıqda əmələ gələn hidravlik təzyiq mayeni ayaqlara göndərir. Beləcə, hidravlik təzyiq boru ayaqlarda dalğa hərəkəti əmələ gətirir və qolların içindəki maye təzyiqi sayəsində ayaqlar irəli-geri hərəkət edir və dəniz ulduzu irəliləyir. Dəniz ulduzları ilə bağlı aparılan paleontoloji qazıntılardan əldə olunan nəticələrə görə dəniz ulduzları yer üzündə təxminən yarım milyard il əvvəl ortaya çıxıblar. Əlimdə gördüyünüz bu dəniz ulduzunun da təxminən 490-443 milyon il yaşı var. Bu fosil Mərakeşdən tapılıb. Əlimdə gördüyünüz bu və bunun kimi dünyada tapılmış milyonlarla dəniz ulduzu fosili milyonlarla il ərzində canlıların heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Gördüyünüz kimi milyonlarla il əvvəlki dəniz ulduzları ilə hal-hazırda yaşayan dəniz ulduzları arasında heç bir fərq yoxdur. Fosil qalıqlarını araşdırdığımız təqdirdə qarşımıza çıxan nəticə ondan ibarət olur ki, dəniz ulduzları da digər canlılar kimi yaradıldıqları ilk dövrdən bu günə kimi heç bir təkamül prosesi keçirməmişdilər. Yəni heç bir dəyişikliyə məruz qalmayıblar. Bu 490 milyon illik dəniz ulduzuna aid paleontoloji qalıq da təkamül fərziyyəsinin əsassız olduğunu isbat edən yüzlərlə dəlillərdən birini təşkil edir.